Çoxumuz bilirik ki, çitać, yexać, pisać nə deməkdir? Çünki rus dilində məşhur sözlərdir. Lakin do pristavkası gəldikdə da çitać, da pisać, da yexać belə olduğu halda biz bilmirik ki, bu pristavkalar nə işə yarayır, nə məna verir sözə. Bəli, indi onu izah edəcəm. Bilin ki, bir misal gətirəcəm indi. Deyirəm ki, ты читал книгу, sən kitab oxuyurdun. Və deyirəm ki, ты ее дочитал, sən onun sonuna kimi oxuyub qurtardın, yəni bitirdin. Beləliklə, do pristavkası yarı olan bir şeyi sona çatdırmaq mənasındadır. Misal üçün, bunu indi əmr formasında da deyəcəm. Deyirəm ki, ты пишешь письмо, ya da ты пишешь домашнее задание. Deyirəm, допиши ее до конца, onu axıra kimi yaz bitir. Beləliklə, do pristavkası bir başlayan bir şeyi sonuna çatdırmaq mənasını verir.